Ondan sonra bir söz nə dedi, ürəkləri yandırdı. Dedi ki, de görüm məni tanıyırsan ata. 3 yaşlı balovu qocaldıblar sənin dağınla. 3 yaşda qız qocalar, dedi qocalmışam. Ondan sonra belə söz dedi, mən illəzi əytəməni, ata məni kim yetim qoydu? Dedi, ata əllərin hanı mənim başıma sığal çəkəsən, bu tozlu saçlarımdan tozu təmizləyəsən. Danış məndən, nə olar darıxmışam, hardaydın? Bəs demirdin qızım var? Mənzəlləzi əytəməni alə siğəri sinni, kim məni az yaşımda yetim qoydu? Sən danışmırsan ata, qoy mən danışım. Məni döydülər, məni vurdular, məni qamçıladılar. Cəmaat arasında qolu bağlı gəzdirdilər və bizə güldülər, bizə kafir dedilər. Xanım Zeynəb deyir, birdən gördüm uşağın səsi gəlmir. Dedim, yəqin ki, dincəldi, yatdı, yuxuya getdi. Dedim, sakit olun. Amma yaxına gələndə gördüm atasının başı düşüb bir tərəfə, Rüqəyyənin cansız bədəni bir tərəfə.